Esselatu vesselamu ala seyyidina ve nebiyyina el-abdil muayyad ve rasulil musaddad el-Mustafa el-Amjad habibi ilahil alemin Ebul Qasim Muhammed لا سيما ابن عمه علي بن أبي طالب وأولاده المعصومين حجج الله وعجل الله تعالى في فرج مولانا صاحب العصر والزمان İmam zamanın zuhurun teciline bir salavat hediye eylesin. Tasua akşamıdır inşallah tezdikçe Kerbela'da Ebul Fazl Ağa'nın hərəmin, İmam Hüseynin hərəmin ziyarət eləyək, bir uca salavat hediye buyurun. Gene de yad eləyək ata-analar, böyüklər ki, İmam Hüseynin adım bizlərə öyrətdilər, indi bu dünyada deyirlər, gözləri bu məclislərdədir. İnşallah bu məclisin feyzindən hamısı nəsib aparsın. O dünyada bu məclislərə görə onlarınla ruhu şad olsun, bir sələvat hədiyyə eləyəsiniz. O Ebul Fazl Ağadan danışmaq əgər istəyirsə insan, məncə ən gözəl yolu budur ki, görək İmam Sadiq əleyhissalam Həzrəti Ebul Fazl haqqında nə buyurubdur? Həzrəti Ebul Fazl əleyhissalamın ziyarətnaməsinə baxırıq. Bu ziyarətnamədə istəyir Ebul Fazl Ağanın haqqında danışsın, səlam versin biləsinə, belə səlam verir. Əssəlamu aleyke eyyuhəl abdus salih. Səlam olsun sənə ey Allahın salih bəndəsi. Əgər bu ziyarətnamədən Həzrəti Ebul Fazl əleyhissalamın haqqında əbd-i salih deyilir, Allahın salih bəndəsi. Bunun mənası budur. Həzrəti Ebul Fazl əleyhissalam bir məqamə çatıbdır ki, İmam Məsum deyir, sən əbd-i salihsən. Biri əbd-i salih olsa nə olar? Bir belə insanlar namaz qılırlar. Hər namaz bitəndə əla ibadillahis salihin səlam verirlər. İbadillahis salihin çoxları ola bilər, amma onu bilirik ki, İmam Sadiq əleyhissalam buyurdu, onların biri Həzrəti Ebul Fazl'dir. Yəni insan bir məqamə çata bilər ki, o məqamə görə İmam Məsum necə deyib sən əbd-i salihsən namazda? Mən demirəm Həzrəti Ebul Fazl niyyəti ilə deyək ibadillahis salihin, amma bunu bilək, namazda ibadillahis salihinə səlam verənlə o cümlədən Ebul Fazl Ağaya bu səlam çatır. İnsan bu məqamın sahibi ola bilər. Amma nə iş gördü ki, Allah bu məqamı verdi, ən önəmlisi odur. Buna gerək diqqət eləyək. Allahın salih bəndəsi oldu, amma o işlər ki gördü, onu başa düşməliyik ki, biz də o yolun davamçısı olaq. Həman ziyarətnamədən buyurdu, Əl-muti'u lillahi və li-rəsulih və li-əmiril mu'minin və l-Həsən və l-Hüseyin. Həzrət Ebul Fazl kimsə istəyir tanıyan, birinci şey bunu başa düşməlidir. Müti insanıdır, tabiidir. Kimə? Allaha, Peyğəmbərə, əmirul müminin, İmam Həsən, İmam Hüseynə. Yəni o insanlara ki, dinə əsasən insan gerək tabi olsun, mütləq tabidir. Olur insan eşidir, dəfələrlə bəlkə eşitmişik. Birinə deyirsən ki, bu işi görmə, haramdır. Deyim, mən ki, inanmıram bu haramdır. Kim deyir haramdır? Quranda ayə varmızdır, bəzi insanlar deyir ki, haza həlalun və haza haram. Özü halal bildiğini halal tanır, özü haram bildiğini haram tanır. İndi istəyir Allah da onu haram halal bilsin bilməsin. Deyir, özüm qərara gəlməliyəm.
Görürsünüz İslam deyir, sən burada belə etməlisən, sən namaz əhli olmalısan. Deyir, mən inanmıram. Bir çətinlikləri bəzən nə deyirlər, bilməm, haradan çıxarılır, kim deyib yer namaz qılasın? İndi insanlar var, bizim cavanlarımız, gəncilərimiz onların sözlərinə qulaq asırlar sosial mediada, bu səhifələrdə. Adını dinşinas qoyur. En büyük zərbələri İslam'a bu insan vurur. Adını dinşinas qoyur. Biz bunlardan müqavid olmalıyıq, gözləməliyik. Olmayan uşaqlarımız evdə bu insanlara ki adların dinşinas qoyublar, münafıq insanlardılar. Və bəlkə demək olar, həqiqətən cuhuddu adını müsəlman və dinşinas qoyur. Bizim uşaqlarımız olmuyor mu? Tanımıyorlar. Ki bugün İslam'ı elə təqdim edir ki, sən necə istəyirsən namazlı, 2 rükət qıl, 5 rükət qıl. İstəyirsən qılma, Allah'la danış. Bugün bizim cavanlar bu sözlərə qulaq asırlar. Siz baxın lan, nə qədər abunəsi var, nə qədər izləyəni var. Amma biz necə olmalıyıq? El-muti'u lillah. Allah bir şey dedi, ancaq deyəcək baş üstə. Rivayət deyir, belə etməlisiniz baş üstə. Bu müti olmaq çətindir ha. Belə istisnası olmadan müti olmaq. Bizler bəzi zaman Kur'an'da bir ayə var. Allah göstərməsin inşallah biz bu insanlardan olmarıq. Xeyrinə olan yerde İslam'ı qəbul edir. Oradaki İslam'ı biraz zərərdəki yox, biraz da xeyri var. Orada qəbul edir. Amma əgər İslam geldi bir şey dedi, mənim yaşayış tərzimdən üst-üstə düşmədi qəbul etmir. Kur'an'dan buyurur, bəziləri deyirlər, nu'minu bi bəzin və nekfuru bi bəz. İslam'ın bu hissəsini qəbul edirəm, amma bu hissəsini qəbul etmirəm. Buyurur, ulaikə humul kafirun haqqa. El-haqqi vel-insaf ki en hakiki kafir bu insanlardılar. En hakiki kafir bu insanlardılar. Bir de nümunə deyim xidmətinizə. Ziyarət-i cami kəbirə kimsə istəyir imamları tanıya, həqiqətən imamşinaslığı gərək cami kəbirədən öyrənək. Bu ziyarət başlananla ilk hissəsindədir. Əhl-i beytidir, danışanın əhl-i beyti təqdim edir. Bir sasətil ibad, ən siyasətli Allah bəndəsidirlər. Yani imamı biri istəyir tanısın. Biri hem ibad əbdidir, hem siyasət, ən siyasətdir. İmamı belə tanımışıq. Əgər şiəyəmsə, bu ziyarətdə İmam Hadi Aleyhisselam buyurur, sən siyasəti imamətdən ayıra bilməsən. Amma bugün olur bir insan belki əmamə də başından olar. Dinin siyasete aidatı yoktur. Dinin o hissəsi ki deyir namaz qıl, deyir baş üstə, deyir oruç tut, deyir baş üstə. Yetişir ziyarət-i cami kəbirəyə sasətil ibad. Deyir yox, bu bir dənəni qəbul etmirəm. Qədir günündə bir hadisə baş verdi. Bu ayənin barəsində gəldik rivayətə, baxın təfsirlərdən Mə'arij surəsinin ilk ayələridir. Səələ sailun bi əzabin vaqi. Bir nəfər Peyğəmbərdən bir əzab istədi ki, o əzab da baş verdi. Nəydi bunun nağılı? Hədisi ki, gəlib bunu araşdırır, nədir? Gəldi Peyğəmbərin xidmətinə, dedi, ya Resulullah, dedi, namaz qıldıq. Dedin oruç tuttuk. O şəxsi ibadətlər ki var, bunlardan saydı. Amma bu ki, əmirul müminine tabi olmalıyıq. Yaşayış tərzimizi, hükümətimizi, siyasətimizi ondan öğrenməliyik. Bunlardan çıxadıbsa.
Nəuzubillah Peyğəmbərə dedi. Peyğəmbər dedi, Allah sözüdür. Əgər həqiqi deyirsən ki, bu Allah sözüdür, bir bəla nazil olsun, mən ölüm. Atına yetişməmiş göydən bir daş düşdü başına, eyni yerdə cəhənnəmə daxil oldu ki, Quranına bir sə'ələ sailun bi əzamil vaqi. Bir əzab istədi ki, əzab da vaqi oldu. Bu dinin hansı hissəsini qəbul etmişdi? Bu fərdi ibadətlər var, namaz qılır, oruç. Bunlar da yerində fərdi də deyil, yerində ictimai baxımı da var. Amma ən önəmli ictimaisi ki, vilayətidir və siyasətə aididir, o hissəsini qəbul etmirəm. Sə'ələ sailun bi əzamin vaqi. İslamı düzgün insan başa düşməlidir. El-muti'u lillah və rəsulihi və li-əmiril mu'minin vəl-həsən vəl-hüseyn. Əbəl-vəzləqanı biz belə tanıyırıq. Bir nüşdə həm ziyarətnaməsində gəlib, həm başqa rivayətdə İmam-ı Sadiq əleyhisselam buyurur. O nüşdə nədir? Ziyarətnaməsində belə oxuruq. وَأَنَّكَ مَزَيْتَ عَلَى بَسِيرَةٍ مِّنْ əmrik. Sən bəsirətli insandır. Mən bir sual verirəm. Bəsirət harda işlənər? Məsələn, deyim, mən çox bəsirətli bir insan idim, namazımı qıldım. Bəsirət harda işlənər? Bəsirət sözü. İnsanda düzgün analiz olma. Buna deyirik bəsirət. Sual verirəm, bəsirət harda işlənər? Məsələn, deyim, mən çox bəsirətli bir insan idim, orucumu tutdum. Burada bəsirət sözü düz işlənər. Deyim, mən çox bəsirətli insan idim, məsələn, nə deyim, səhər namazın 2 rükət qıldım. Ha, düz deyil bu söz. Bəsirət harda işlənər? Bu ictimai məsələlərdə ki, haqqından batili qatırlar bir-birinə. Əmirul Mu'minin buyurdu. Yu'xəz min haza ziqsun və min zâke ziqsun. Biraz haqdan, biraz batildən alarlar, qatarlar bir-birinə. Bu haqqı batildən seçmə çətin olar və bəsirət istər. Bəsirət harda işlənir? Dinin ictimai sahəsində işlənir. İndi buyurur Həzrət Əbəlfəzl əleyhisselam şəhadət veririk ziyarətnaməsində. İnşallah əgər istəyirsənsə Əbəlfəzl ağanın ziyarətinə gedib hərəmində bu ziyarətnaməni oxuyasan bir sələvat edəyinə. Bir dənə bu körpə uşaqlar ki, məclisdə iştirak edirlər, bunların səlamətliyinə, bunların aqibət bir xeyir olmasına, İmam zamanın əskərindən olmaqlarına bir uca sələvat edeyim. Deyir ki, Həzrət Əbəlfəzl əleyhisselamın bir maraqlı xarəcdir ki, insan həyatından başa düşə bilər, ondan dərs ala bilər. Əla bəsirətin min əmrik. Bəsirətli bir insandır. İmam Sadiq əleyhisselam bir başqa rivayətdə bir Kânə əmmunəl Abbas nafizəl bəsirə. Çox dərin bəsirəti vardı, dərin. Əgər insanda bəsirət olmasa bilirsiniz nə olar? Mən tarixdən bir iki nümunəsilə deyim. Tarixidə var, Muaviyə insanları cəhalətdə saxlayırdı. Bunlara diqqət edək. Həqiqətən mənim bəlkə xütbəmin ən mühim hissəsi buradır, ən önəmlisi buradır. Elə iş görmüşdü, insanlara inanıttırmışdı ki, siz o səviyyədə deyilsiniz ki, təkcə özünüzə görə ictimai baxımınız olsun, analiziniz olsun. Bunu inanıttırmışdı cəmaat. Yəni bir insandır, inanıb, mən ki başa düşmərəm. Mənim səviyyəmlə deyil.
Numunəsini deyim biləcə. Bu ki, tarixi də gəlib, əaruhu ru'usəhu. Nə gözəl təqdim edir, nə yaxşı başa salır. Bu söz ki, tarixidə gəlib Muaviyə insanlarla nə etdi? Bir əaruhu ru'usəhu. Muaviyə insanların beynin, fikredici idarənin əllərindən aldı. Sən o səviyyədə deyilsən, fikri desən, əaruhu, elə bir aret götdü, icarə götdün, sən ki bacarmarsan fikri desən, mənim əlimdədir, mən sənə deyərəm, haqq nədir, batil nədir. İndi nümunəsinə baxın, həqiqətən insan qalır, ilahi, belə bir şey də olar. Əmirul Mümininin səhabələrinin biri Siffin müharibəsindən sonra getdi Şamə bir dəvə ilə. Əla bəirin minmişi dəvəsinə yetişdi Şam şəhrinə, bir nəfər Muaviyyənin adamlarından gəldi, dedi bu dəvə mənimkidir. Özlə nə dedi? Hazihi naqəti. Dedi bu mənim erkək dəvəmdir. Bir mənimkidir. O dedi, bu inkar etdi, o dedi, bu inkar etdi. Hey belə sözlər getdi, gəldi. Ta ki gediblə indi Muaviyyənin yanında, Muaviyyə kimi məlun insan indi orada hakimdir. O qərara gələcək bu dəvə kiminkidir. Muaviyyə dedi, kimsə nə sözü var desin, dedilər, o dedi, bu dedi. Sonra o Şam əhli olan şahid getdi. Şahid getdi, şahidlər nə dedilər? 50 nəfər əqamət demişki 50 rəculən yeşhədunə ənəhə naqətu. 50 dənə şahid getdi, şəhadət verdi hamısı ki, bu dəvə, bu kişinin dişi dəvəsi, naqə dişiyə deyərlər, cəməl erkəkə deyərlər. 50 nəfər şəhadət verdi, bu Şam əhli olan kişinin dişi dəvəsidir. Kufədən gələn dedi, and olsun Allah'a, bu erkəkdağı nə deyirsiniz? Hər halda Muaviyyə qərara gəldi, dəvəni verdi, o getdi. Kufədən gələnə dedi, sən dayan. Dayan, səndən mənim bir mühüm işim var. Dedim, məndən Əliyə bir mesaj çatdırmalısan. Get Əliyə deginəm. Əbliğ Əliyyən. Əliyə bu sözü deyinəm. Ənni uqabiluhu bi-mi'ati alfin ma fihim men yufarriqu beynən naqəti vəl-cəməl. Get Əliyə deyinəm, Muaviyyə dedi, 100.000 nəfər məni dəstəklidirlər. 100.000 nəfər mənim əskərimni iştirak edən var ki, erkəklə dişinin fərqini bilmirlər. Sən bunlardan gözləmə, sənə tabi olsunlar. Mən bunları belə cəhalətdə saxlamışam. Mən məqsədi yönlü şəkildə bunları cəhalətdə yetişdirmişəm. Bu iki erkəklə dişinin fərqini bilmir, bu mənə dəstək verir. Əli, sən bunları hidayət edə bilmərsən. Baxın, əbliğ Əliyyən, dedi, get, mən tərəfdən Əliyə bu mesajı deginəm. Tarix boyu şahlar gəlib gedib, hökümdarlar gəlib gedib, insanları belə cahil yetişdiriblər. Quranda ayə varımız bu haqda. Firon niye eləyə bildi insanlara desin, nəuzubillah, mən Allah'ım, onlar da ona tabi olsunlar. Necə oldu ki insanlar bunu inandılar? Zuhruf suresinin 54. ayəsini oxuyun. Zuhruf suresi 54. ayə. Çox gözəl izah edir.
Firon necə istədiyi məqsədi əldə etdi? Məqsədi nə idi? Nəuzübillah deyildi, innəni ənəllah. Bunlar da onu inanırdılar. Birinci iş gördü, fəstəxəffə qəvməh. Diqqət edin, öz qovmunu alçatdı. Onlara dedi, siz heç o səviyyədə deyilsiniz ki, başa düşəsiniz, haqq nədir, batıl nədir, din nədir, küfrü nədir, düzgün siyasət nədir, yanlış siyasət nədir. Fəstəxəffə qəvməh. Mən Qurandan deyirəm, baxın. Firon öz qovmunu alçatdı, nəticəsini oldu fə. Ərəb dilində fə, yəni o qabaqki işin nəticəsidir. Fəətau. Onları alçadandan sonra onlar neynədilər? Firona tabi oldular, itaat elədilər. Nə zaman itaat elədilər? Firon dedi, gəlin mən istəyirəm sizi yetişdirim. Mən istəyirəm sizi inkişaf edəsiniz. Mən istəyirəm sizdə həqiqi baxım olsun, sizdə dini analiz olsun, ictimai analiz olsun. Belə dedi, onlar itaat elədilər. Yox, dedi, bunların heç birisinin əlinizdən gəlməz. Fəstəxəffə qəvməh. Görürsünüz, bir yer var. Orada mən deyirəm ki, kimsə oturub xutbə edəcəksən, sən heç bacarmadan xutbə hazırlayan, mən sənə deyəcəm nə deyirəm. Baxıram, görürəm, adı Şiə kimin 5 dənə rayonda, 10 dənə rayonda eyni sözlər deyilir. Adam görür ki, bu kökü bir yerdədir. Bizdə deyirlər, su bulaqdan bulana. Niyə? Ona inanıttırır ki, sən o səviyyədə deyilsən. Fəstəxəffə qəvməh. Baxın, Quranın bu incəlikləridir. İnsan gərək həqiqətən diqqət eləsin, Qurandan hidayət yolunu öğrensin. Zalikəl kitab la reybə fî huden lil muttaqin. Quran hidayət kitabıdır. Hidayət kitabından biz gərək hidayət olaq. Hidayəti oxuyaq, yolu başa düşək. İndi bu dövrüdə, belə bir dövrlərdə ki, düşmən istəyir insanların beynini, fikreden qüvvəsini, belə şeyləri əlindən saxlasın, o desin, haqq nədir, batil nədir. Burada bizi nəcat verən nə ola bilər? Eyni şey ki, Əbəlfəzləvan haqqında oxuduq. Şəhadət verirəm ki, ennəkə məzəyitə əla bəsirətin minək. İnsanda bəsirət olsa, bəsirəti məna elədir. Düzgün, ictimai, siyasi analizin adına deyirlər, bəsirət. Biri bəlkə də olsunlar, mən istəmirsə, mən bəsirətli olmayayım. Nə olacaq? Bir dənə sual verirəm. İndi bizdən sual etsələr, bir bizdən sual etsələr, istəyirsiniz, dinin bayrağı, İslamın bayrağı sizin əlinizdən qaldırılsın, yoxsa yox, nə deyərsiniz? Biri var bu sözü deyən yox, bu sualın cavabından deyə mən istəmirəm. İnanmıram biri də buna. Bizdən soruşdular, istəyirsiniz, siz dinin, siz vasitə olasınız, İslamın bayrağı qaldırılsın, tez dururum deyərəm mən. Belə deyil, Əmirul Müminin Nəhcü Bəlağədə bizə öyrədir. Bilirsiniz, kimlər eləyə bilərlər dinin bayrağını qaldırsınlar? Bu ələmlər ki, bu günə qədər gəlib çatıb. Bilirsiniz, nə qədər alimlər, şəhidlər, canların fəda ediblər, biz bu İmam Hüseyndən danışırıq. Mən vaxtında rivayətlər oxuyarım.
O qədər insanlar bu yolda şəhid olublar. O qədər türmələrdə qalıblar. O qədər bunları incidiblər, əzab veriblər. Ki, bu mənlə siz rahat deyirik ya Hüseyin. Ya Hüseyin'i rahat deyil, amma rahat əldə etməmişik. Bu bayrağı, din bayrağını kimlər qaldırar? Əmirul Müminin belə buyurdu Nəhcül Bəlağədə. La yəhmilu hazəl ələm. Buyurdu, dinin bayrağını qaldırmaz məgər bu insan. İlla əhlul bəsəri və səbr. Bəsirəti olan insan və səbri olan insan. Ancaq bu insan eləyə bilər dinin bayrağını qaldırsın. Əgər mən və siz İstəyirik dinimizə ələmdar olaq, dinin ələmin biz qaldıraq, dinin bayrağını biz qaldıraq. Əmirul Müminin Nəhcül Bəlağədə müdür bəsirətli olmalısınız. Bəsirətli olmalısınız. Mənim bu sözümə bir dəfə həqiqətən insan bəzi sözləri evdə təşdiqində ilə fikr etsin. Mən izah etdim, amma xahiş edirəm buna fikr edək. Bəsirət terimi harda işlənir? Mən çox bəsirətliyəm, namaz qılıram. Elə bəsirətliyəm, günorta namazını 4 rükət qıldım. Deyilmir. Bəsirət ayrı yerdə işlənir. Ayrı sahədə biz bəsirətdən danışırıq. Və Əbəlfəzl ağanın yolunun davamçısı istəyirik olaq, ənnəkə məzəyyətə əla bəsirəti. Bilirsiniz, bir insan Allaha yaxşı bəndəlik etdi. Bir insan çox yaxşı bəsirətli oldu, nəticəsi bilirsiniz nə olar? İmam Hüseyin kimin imam? 1400 ildir Şiələr can yandırır İmam Hüseynin adı dillərdə olsun. Əbəlfəzl ağa ilə danışanda nə dedi? Buyurdu, benəfsi əhd, canım sənə qurban. Allahu Ekber. Bir məsum imam, imam olmayan insana deyir, canım sənə qurban. Görün nə məqamı var Əbəlfəzl ağa. Bir imam başkasına diye canım sənə qurban. Biz inşallah o insanlardan deyilik ki, fikr edirlər İmam Sadiq Həzrət Əbəlfəzl ziyarətnaməsində bəs sözlər də deyib də, elə belə gəlib deyib, yox. Bizim imamlarımız hər şey ziyarətnamələrdə deyirlər, tam məqsəd yönlü şəkildə deyirlər. Belə deyil ki, bilmədən deyə əşhədü şəhadət verirəm, sən bəsirət deymişəm. Bilmədən deyil, məqsəd yönlü şəkildə deyil. Ki, tarix boyu insanlar gedir ora, oxusun, dərs alsın, başa düşsün, yaşayış tərzini Əhl-i Beyt və Əhl-i Beytin səhabələrindən öyrənsin. Burada insan özü seçməlidir. Ki istəyir, odur ki bizim imamlarımız öyrədiblər. Hər bir zaman dini düzgün başa düşən insan, yaxşı analiz ola, haqq əhlinə tabi ola, belə şiə istəyir olar. Yoxsa nəuzu billah Muaviyə yetişdirmişdi ki, erkək ilə dişidə mənim fərqim bilmir, ondan olar. Adam dimağından utanır da. Bir dəfə yadımda İnnişir gəlmişdim, bu rivayəti oxudum. Muaviyə öz səhabələrinə dedi, həqiqətən dəhşət sözdür ha. Adam bunları deyir, danışır, eşidir, amma həqiqətən inanması çətindir. Amma bunlar hamısı baş verib tarixdə.
İstilə insanlar balqabaq deyirik biz. Bilməm siz nə deyirsiniz. O göyərənti bir şey balqabaq deyilirdi. Siz balqabaq yesinlər. Muaviyə dedi bunu yeməkdən əvvəl zip etməlisiniz. Balqabağı qibləyə sarı uzadırdılar, başını kəsirlər. Həqiqətən bu faktdır. Din tarixi də gəlir. Biz gülürük, amma baxın insanları belə cahil saxlamışdı. İş elə yerə yetişdi, gəldilər Əmirül Möminə sual verdilər. Ya Əli, Muaviyyədən belə şey nəql olub, insanlar balqabaq yenə zip edirlər. Düzgündür bu iş. Baxın, tarix bu insanların başına bu bəlalar gəlir. Ən böyük bəla budur ki, insan cahil yaşasın. Yavaş-yavaş sözümü yekunlaşdırıram. Qur'an'da iki şeyin əlindən buyurubla Allah'a sığının. Biri məşhurdur. Fəstəiz billahi minəşşeytanirrəcim. Şeytanın əlindən Allah'a sığının. İkinci nədir? Əuzu billah ən əkunə minəl cahilin. Allah'a sığınıram bundan ki cahil olan. Görün cahil olman nədir? Ki Kur'an'da buyurur necə şeytanın əlindən Allah'a sığınmalısan, cahilliğin əlindən Allah'a sığınmalısan. Ve tarix boyu nə qədər hökümdarlar, şahlar, xanlar geldi ki istedi insanları cahil saxlasın, cahil yaşasınlar. Ben çok sözler getirmiştim. Əzəbəlfəz haqqında deyim, baxıram vaxtım bitdi. İnşallah ömür olar, başqa bir məclisdə deyiləyə bilək, bəlkə deyək. Allah səndən razı olsun, Allah bizə çox görməsin. Seyid qardaşımızı bütün məddahlar ki, Əhl-i Beyt yolunda oxurlar, mərsiyədən deyirlər, rozələr deyirlər, hamısının inşallah daha nəfəsinin təsiri üstün olmağa bir sələvat edeyim. Ağacan sen elə inşallah rozasını deyərsən, mən şücaət okuyorum. Oldu inşallah. Baş üstü. Ben qonağam, qonağa yola verirlər. Allah sizden razı olsun. İnsan din yolundan nə etməlidir? Baxın Əzəbəlfəzin ziyarətnaməsində bir söz var. Həqiqətən insan istəyə bu böyük insanın həyatından dərs ala bu bir dənə bəsdir. Baxın, zarafat deyil ki, məsum imam deyib canım sənə qurban. Ziyarətnaməsində nə deyir? Şəhadət verirəm ki sən din yolundan necə çalışdın? Gayetəl məchud. Gayetəl məchud bilirsiniz nəyə deyirlər? 100% əlindən nə gəlir deyildin? Bizlər Əhl-i Beyt yolundan nə edirik? Bütün dünyəvi işlərimizə baxırıq. Nə dünyəvi baxımdan bizə ehtiyac hamısına baxırıq. İndi biraz vaxt ayıra bilsək olsun, bir görək İmam Hüseynin məclisində də bəlkədir. O vaxtımızın o boş qaldığı hissəni deyirik olsun, bu da dininci. Amma buyur Əbəlfəzlağa şəhadət verirəm ki, gayətəl məchud. Nə əlindən gəlirdi 100%. Nə əlindən gəlirdi din yolunda cəhd elədi. Biri büyün mənə sual verə. 24 saatından nə qədərin din marağı var səndə, heç cəhd eləmə yox. Nə cavabı deyərik? Belə deyil ki, insan məqamı görür, deyil, nə gözəl məqam varmış. Amma hansı işi görüb bu məqamı veriblər, onu insan görmür. Mən yadımda təxminən bəlkə 24 il bundan qabaqdır təzə tələb olmuşdum.
Bir ustad gəlmişdi, ondan Zəncandan dərs oxuyardı. Deyirdi ki, tələbə gərək yaxşı yatsın, yaxşı yesin, yaxşı dərs oxusun. 3 dənə. Yaxşı yesin, yatsın, dərs oxusun. Bizim bəzi dostlarımız zarafat edir. Deyirdi, mən bu 3 dənə əmrin 2 hissəsini tam yerinə yetirəm. Yaxşı yeyirəm, yaxşı da yatıram. İndi vaxtım olanda da biraz dərs oxuyuram. Bizlər bəzi zaman belə yanaşırıq. Dinin rahat vaxtında dindarıq. Qurandan ayəsini oxuyayım sizə. Bəzi insanlar biliriz necədir? Yə'budullaha əla hərf. Allah'ı ibadet edirlər şərtinlə. Həqiqətən bu ayəni deyirəm, özümüzü bir yoxlayaq görək necəyik biz. Və minən-nas mən ya'budullaha ala hərf. Bəzi insanlar Allah'a ibadət edirlər, ibadət əhlidirlər amma şərtinlə. O şərti nədir? İn əsabəhu xeyrun itməinnidir. Dinin xoş günləri olsa, elə dinə tabidirlər. Namazda 1-ci səhvdədir o. Dinin xoş günündə. İn əsabəhu fitnə. Çətin vaxt olanda neyinir? Müharibə imiş, demiş ki, gəlin yığışaq, toplanaq, gedin savaşın. Yığışandan mən nə gəldim, amma gedəndə siz gedin. İn əsabəhu xeyrun. Dinin rahatlıq vaxtından elə dindardır, super. Yəni, sözünə söz yox. Çətin vaxt gələndə nə olur? İnqələbə alavəçi. Qayıdır arxaya tərəf getməklə bir də qayıdır cahilliyə tərəf. Gördü bu insanlar dünyanı da əlindən veriblər axirəti də. Bir dənə rivayət deyim sizə, əgər yorulmamışız bir sələvatət eləyəsiniz. Allahümmə səlli ala Muhammed ali Muhammed. Bu səlavatdan başa düşün ki, yorulubsuz. Bu sələvatın mənası bu idi, yorulubsuz. Bərəndə də qutarıram, o rivayəti də sonra deyərəm inşallah. Bu Tasu axşamıdır. Hər yerdə belədir ki, Əbəlfəzl ağadan oxuyurlar. Gəldi İmam Hüseyndən izin alsın, geçsin meydana. O qərib imam ki, həqiqətən tək qalmışdı. Dimağı da yaxşı deyil, amma farklıdır. Həqiqətən adamsız qalmışdı. Bir baxdı Əbəlfəzl ağaya. Bir baxdı körpə uşaqlara. Bir baxdı Rubabın halinə. Bir baxdı Əli Əsqərin ağlama halinə. Birinci dedi ki, əntə sahibu livayi, sən mənim ələmdarımsın. İn məzəyitə təfərrəqə əskəri. Səni şəhid eləsələr, da mənim bu xeymələrin hamısı belə bir də pozularla dəhşət vəzdə qalar. Amma o yandan da Əli Əsqəri heç kəsə aram eləyə bilmirik. Xeymədən xeyməyə dolandırırlar. Bir körpə uşaq, anası çarəsiz qalıb. Oğlunun o haline baxıb deyirdi, oğlum, deyə bilsəydin öz dərdim bu qədri yağlamazdım mən. Dil açmamışdın, dərdin deyən ki, təşnəsən, sussun. Deyə bilsəydin öz dərdim bu qədri yağlamazdım mən. Bir dənə söz deyib, həqiqətən adam ürəyi yandırır. Əlimdə çarəm olsaydı, əlvi bağlamazdım mən.
İndi bu səhnələri İmam Hüseyin görür. Dedi, olsun indi istəyirsən gedən oturub haula ətfal qəlilən minəl ma. İmkanı varsa biraz bu uşaqlara su gətirəsin. Əbəlfəzl ağa bunu eşitdi, elə şad oldu. Allah sənə şükür olsun, mənə də izni verildi. Getdi Fəratə tərəf, məşqini doldurdu, gətirir. Elə ümidi var. Ruba, biraz da gözləsən, indi gətirirəm su. Belə deyilib Səkinə çoxaldırdı. Səkinə, qızım, biraz da döz gətirirəm. Birdən ağaçların arasından bir məlun tapıldı, çıxdı, ağanın sağ əlin bədəndən ayırdı. Gələ ümidi var. Məşqi sol əlinə alıb gedir. Bir məlun ağanın sol əlin bədəndən ayırdı. Gene de özüne nəcat vermə fikrində deyil, ancaq istəyir bu suyu çatdırsın qeybələrə. Bəşki alıb dişinə gedir. Eyni zamanda düşmən neçə iş gördü. Birinci buydu, bir ox vurdu da o məşkin suyu calandı. Necə su calandı, Əbəlfəzlin ümidi calandı. Elə həsrətdə qaldı yağa. Bir məlunla deyilib hərmələndi. O üşpər oxlar ki deyilir, onun birin dizin vurdu yerə. Birini Əbəlfəzl ağanın deyil də gözünə dəydi. O haldə bu rozəni baxın Məfatihidə Şeyx Əbbas Qommi gətirib, anası Ümmü Bənin sevən rozədir bax. Bir ananın 4 oğlu şəhid olub. Gedərdi bəqidə roza oxuyanına bu rozəni deyərdi. Deyərdi, oğul, unbi'tu annəbni usibə bir rə'sihi zərbul əməd. Oğul, mənə bir xəbər veriblə, anayəm da. Bu xəbəri mənə veriblə, amma hər dəfə deyənə deyəm, oğul, kaş bu xəbər düz olmuyor. Bu xəbər fikrimə gəldikcə canım yanır, oğul. Unbi'tu, mənə belə xəbər də veriblə da. İnsan yuxarı yerdən, uca yerdən aşağıya düşəndə neynər? Hər kəs olsa, istəyir 1 yaşda uşaq olsun, böyük olsun. İnsan yerə düşəndə birinci əlin gətirər. Olmaya üzü ilə yerə də. Bir amma Aşuranın günü o halıdə ki, Əbəlfəzl ağanı bir əmud ahəndən at üstdən yerə sandılar. Bir dəmirlə vurdu ağanın mübarək başını. Əhl bədəninə yoxudur, gözünə ox dəyib, o halidə gör necə atdan yerə düşər. Necə atdan yerə düşdü, səslədi, hardasan Hüseyin, məşkim utandırdı məni. Tirğubar şərmilə qanə boyandırdı məni. Qardaş, bilirəm niyə belə yanıram, atdan yerə düşmağıma yanmıram. Buna yanıram, mən uşaqlara söz vermişim, su gətirirəm. O suyla geçər vəli, su özü yandırdı məni. Suyun yerə tökülməsin gördüm, ürəyim yandı Allah, mən Rubabə söz vermişdim. Bir ərəb şairdi, bir şeir deyibdir eşiyələr. İndi də gedirsiniz Əbəlfəzl ağanın ziyarətindən, la təzkurənnə sukeynə. Əbəlfəzl ağanın hərəminə Səkinədən ad gətirməyəsiniz. İndi də Əbəlfəzl ağa Şərbəndədir. Səkinənin adını hərəminə gətirin. Çox çətin oldu, amma bunların içində ən çətini bu oldu. Ki deyildi, düşmənin Xeymi Sultanı yeriş niyyəti var. Çün səlamətdir Əbəlfəzl, kimin cürəti var. Əbəlfəzl ağaya bir şey olmamışdı, xeymələrdən uzaq idilər. Amma necə ki Əbəlfəzl ağanı atdan yerə yıxdılar. Düşmən xeymələri nəzərdə alıb xeymələrə hücum etmə məqsədində gəldi. O qədər çətin oldu İmam Hüseynə ki Əli Əkbərin başının üstündə demədi ki sözü burada dedi. Qardaş, əl-an elin kəsərə zəhri belimsindi qardaş. وَلَعْنَةُ اللّٰهِ عَلَى الْقَوْمِ الظَّالِمِينَ وَسَيَعْلَمُ الَّذ۪ينَ زَلَمُوا اَيَّ مُنْقَلَبٍ يَنْقَلِبُونَ